Sürücü işi var yoldaşlar. Mən sizə 1000 və daha yüksək əmək haqqılı olan sürücü işlərindən bəhs etmək istəyirəm. Yəni 1000 manatdan aşağı olan sürücü vakansiyalarını mən bu videoda sizə bildirmirəm. Yəni 1000 və daha yuxarı əmək haqqılı, qazanclı olan sürücü işlərindən bəhs edirəm bu videoda, Allah qoysa. Deməli, ilk öncə 1000-4000 manat aralığında olan bir sürücü ekspeditor işindən bəhs etmək istəyirəm. Bu Avtokom şirkətindədir yoldaşlar. Gəlin sizə biraz detal verim. Deyir, təxminən 4-5 dənə sürücü işindən Allah qoysa bu videoda bəhs eləyəcəm sizə. Daha dəqiq desək 4 dənə. Onların arasında bu arada ailə sürücüsü də olmalıdır. İlk öncə bu 1000-4000 aralığında olan sürücü ekspeditor işindən bəhs etmək istəyirəm. Bu qeyd etdiyim kimi Avtokom şirkətindədir. Bəs yaxşı, bu nə tələb eləyir sizdən? Gəlin onlardan bəhs edeyim sizə. Deməli, bunların tələbləri yoldaşlar budur ki, bu iş ümumiyyətlə Sumqayıtda yerləşir. Yəni işin özü, yəni şirkət olaraq, belə deyim, bir dəqiqə, anbar yəni Sumqayıtda yerləşir. Və ona görə də meyillidirlər, demirəm mütləqdir. Meyillidirlər ki, Sumqayıtda, Ceyranbatanda, Masazırda, Xırdalanda yaşayan biri olasınız. Yəni ona meyillidirlər, üstünlük verirlər. Amma bu demək deyil ki, bir mənalı olaraq qəti şəkildə məhz ancaq o ərazidə yaşayanları götürüləcək. Yəni vacib deyil, sadəcə üstünlük verirlər. Onu diqqətinizə çatdırım. Yəni aranızda elə bir şəxslər varsa, daha canla, başla bu işə müraciət edə bilərsiniz. İdarə edəcəyiniz də avtomobil Ford Transitdir yoldaşlar. Bəs sizdən başqa nə tələb edirlər? 25-40 yaşlı bir bəy olmalısınız. Ərazi bilginiz olmalıdır. Təbii ki, sürücülük vəsiqəniz olmalıdır. Belə bir işdir. CV-nizi göndərməlisiniz yoldaşlar. Yəni CV-siz olan bir iş deyil ki, yığasınız demirəm, filan kəs, mən filan iş elə deyil. Yəni bu işə müraciət qaydası xəbəriniz olsun. Sonra keçək növbəti bir işə. Növbəti iş də 2200 manat civarında ola bilən bir işdir. 1300-2200 manat aralığında dəyişir. Bu da 20 yaşdan 50 yaşa qədər olan şəxslər üçündür. Şirkət tərəfindən sizə avtomobil verilmir, diqqət eləyin. Verilmir. Şəxsi avtomobiliniz olmalıdır. Sedan, Vito, Sprinter modelləri qəbul olunur. B və ya uyğun kateqoriya olmalıdır. Belə bir işdir yoldaşlar. Ödəniş tur sayına və istiqamətinə uyğun olaraq təyin olunur yoldaşlar. İş qrafiki də dəyişkəndir, turların cədvəlinə görədir. Bu da Çınar şirkətindədir. Heç olmasa 1 illik iş təcrübəniz olmalıdır. Sonra çox biabırçı başqa bir iş var. Əmək haqqısı cəhətdən zəif olan. Tır sürücüsüdür, amma 800.000 manat aralığında pul təklif edir yoldaşlar sizə. 25-65 yaşlı şəxslər üçündür. 1 illik iş təcrübəsi tələb edir. Deyir ki, tırlar vasitəsilə malların Rusiya bazarına və geriyə daşınmasını icra edirsiniz. Cahangir Lojistikdədir bu işdə. Bundan əvvəl ailə sürücüsü işi var. 1000 manatlıq MG Finance-dədir yoldaşlar bu da. Deməli, bu 800.000 manat aralığında olan bir əmək haqqılı bir işdir. Rus dili bilməlisiniz yoldaşlar. 7-10 illik bir sürücülük təcrübəniz olmalıdır və B kateqoriyanız olmalıdır. Yəni ən azı sizin 7 il iş təcrübəniz olmalıdır ki, bu işə müraciət etməkdə iddia qaldıra biləsiniz. Digər sürücü işlərindən də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmazsa çətinlik çəkirsinizsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul var kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.